İranın prezidentini öldürdülər. Öldürdülər bilavasitə İranın daxili qüvvələrinin əleyhinə. Məsələn, ona İran hakimiyyəti, hakim qüvvələri bundan Pezeşkiyandan əvvəlki Seyidi prezident gətirəndə ona çox ümid bəsləyirdilər. Nətər? Yəni ki, İranın indiki rəhbərdən sonra ona çox güman ki, ona veriləcəkdi səlahiyyət, gələcəkdə indi rəhbər nə vaxtsa dünyasını dəyişsəydi. Onu açıq-aşkar, orada məsələn belə deyildi, Azərbaycanla sərhəddə gəldi, Azərbaycanın da çox güman ki, orada əli var idi, onu öldürdülər. Onu öldürəndən sonra, yəni ki, İranın içindən bilavasitə onun ölümündə ələ olanlar var idi. Yəni ki, İranın içində ona şərait yaradılmasaydı, belə bir şey olmağı qeyri-mümkün.